Assalamu aleykum və rəhmətullah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqdan müvəffəq eləsin inşallah. Allah bəndələrini azad xəlq eləyib, hürr xəlq eləyib və bizə də tapşırığı bu olub ki, o həyat ki sizə vermişik, o həyatı azad yaşayın, hürr yaşayın, kölə olmayın, qul olmayın, kiminsə əsarətində olmayın. Və Həzrət Əmr əleyhissalamdan da hədisdir, buyurur ki, Allah sizi hürr yaratdı, azad yaratdı, kiməsə qul olmayın. İnsan yalnız və yalnız Allaha qul olmalıdır. Bütün fərd olaraq insanların və bütün xalqların da tarix boyu azad yaşamaq bir arzuları olub, əsarətdən qurtulmaq kimi bir arzuları olub və bizim də tariximizdə, xalqımızın tarixində 28 may müstəqillik əldə etdiyimiz bir gün kimi tarixə keçmişdi. 1918-ci ildə may ayının 28-də İstiqlal bəyannaməsinin elan olunması ilə şərqdə ilk müsəlman müstəqil bir dövlət yaradıldı. Düzdür, davamlı olmadı. 23 aylıq bir həyatı oldu bu dövlətin və 23 aydan sonra Sovetin işğalı nəticəsində bu müstəqilliyimiz əlimizdən getdi. Lakin ilk dəfə olaraq şərqdə bir müstəqillik qazandıq və bu gün də Allaha şükürlər olsun ki, biz bir müstəqil dövlətik və bu müstəqilliyi qorumalıyıq. Yəni, bu kamil şəkildə hər bir mənada müstəqil olmalıdır. Xalqlar öz taleylərini özləri həll eləməlidir, özləri öz qərarlarını verməlidir. Buna görə də müstəqillik çox böyük, ali bir nemətdir əslində, dəyərdir. Və bu müstəqilliyin vasitəsilə biz həm də dini dəyərlərimizə qayıtdıq. 18-ci ildə ilk dəfə ki, elan olunmuş dövlətdə bayrağımız təsis olundu. Orada yaşıl rəngin bayraqda olması bizim İslam sivilizasiyasına aid olduğumuz bir cəmiyyətin olmasını göstərdi. Yəni, bunu ilə biz ishar elədik dünyaya, bəyan elədik ki, biz müsəlman bir dövlətik, müsəlman bir xalqıq və mənsubiyyətimizi, müsəlmançılığımızı öz bayrağımızda da əks elətdirdik. Ona görə də bu yolun uğrunda biz çoxlu şəhidlər də vermişik, insanlar mübarizə aparıblar, öz istiqlallarını əldə eləmək üçün canlarından keçiblər, mallarından keçiblər və bunu da qorumaq, saxlamaq hər birimizin borcudur. Bir xalq əsarət altında olduqda o öz taleyini həll eləyə bilmir, öz qərarlarını verə bilmir və əsarət altında olduqda onun dini dəyərlərinə də, milli dəyərlərinə də təcavüz olunur. Necə ki, biz gördük, məsələn, 70 illik dönəmdə düzdür, insanlarımız tam olaraq öz dini dəyərlərini itirmədilər, milli dəyərlərini itirmədilər, gizli şəkildə də olsa yaşatdılar bunu. Amma zahirən ki, bu işləri görə bilmirdilər. Nə Novruz bayramını açıq-aşkar keçirdə bilmirdi, nə deyək ki, dini dəyərlərini, məsələn, Ramazan bayramını, Qurban bayramını aşkar keçirdə bilmirdi, nə Mühərrəm ayını rahat şəkildə, məsələn, gedib məscidlərdə, əzadarlıqda qeyd eləyə bilmirdi. Ona görə çox əhəmiyyətlidir ki, bir xalq müstəqil olsa, tam şəkildə müstəqilliyini əldə eləsə, o zaman o müstəqilliyin içində öz qərarlarını, öz dini dəyərlərini, öz milli dəyərlərini qoruya bilərdi. Xalqlar üçün çox əhəmiyyətli bir şeydir. Allah mütəala buyurur: "Vəltəkun minkum ummatan yed'una ila xeyri və ya'muruna bil ma'ruf və yanhauna anil munkar." Ey müsəlmanlar, sizin içinizdə daim bir ümmət olmalıdır, bir itdə insan olmalıdır, bir qrup olmalıdır ki, onlar insanları yaxşılıqlara çağırsınlar, əmr və məruf eləsinlər və nəhy-əz münkər eləsinlər. Allah mütəala onların barəsində buyurur: "Və ulaika humul muflihun." Onlar həqiqətən nicat tapmış insanlardır. Yəni cəmiyyətdə daim işləyən insanlar da olmalıdır.
daim mübarizə aparan insanlar da olmalıdır, daim müqavimət göstərən insanlar da olmalıdır. Bir iddə insan da olmalıdır ki, yalnız və yalnız insanları haqqa dəvət eləsin, bu işlərlə məşğul olsun. Əziz Peyğəmbərimizin zamanında müharibələr ki, baş verirdi, müsəlman da az idi. Çox deyil idi ki, məsələn, qoşunun yarısını saxlasın, yarısını döyüş yaparsın. Az olduqları təqdirdə Peyğəmbər Əkrəm müsəlmanları cihada çağırırdı. Cihad bilirsiniz nə qədər vacib bir əməldir və orada şəhadət nə qədər ali bir məqamdır. Əziz Peyğəmbərimiz bir neçə şəxsi ayırırdı, deyirdi, siz qalın cəmiyyətin içində əmr və məruf və nəhy-əz münkər işlərini görün. Sizin vəzifəniz bundan ibarətdir. Ona görə də daim bu xalqın, bu millətin də içində mübarizə aparan, azadlığı üçün, müstəqilliyi üçün, dini dəyərləri üçün mübarizə aparan insanlar olub, olacaq da. Amma bunların içində həm də bu işləri də yerinə yetirən insanlar olmalıdır ki, Allah mütəal buyurur və ətəsimu bihablillah cəmiən və la təfərraqu. Bu cür işlərdə, istər dini işlərdə, istər millətin işlərində, xalqın işlərində, cəmaatan dərdinə dəyəcək işlərdə birlikdə olun, bir olun ki, düşmənlərinizin qarşısında əlbəttə öz müqavimətinizi göstərə biləsiniz. Ki, 18-ci ildə müstəqillik qazanmaqla bizi də Qafqazda ilk dəfə Qafqaz müsəlmanları idarəsi təsis olundu. Yəni, artıq bir müsəlmanların bir icması, bu mühüm məsələ idi, icması təsis olundu. Və bu zaman-zamanda sonra əlbəttə davam elədi. Dünən də mühüm bir qərar verildi Qafqaz Müsəlmanlar İdarəsində. Artıq bizim tarixi torpaqlarımız olan İrəvanın qazılığı yenidən bərpa edildi. Bu, ola bilər bugün çox əhəmiyyətli görsənməyə bilər. Bəzən bunu elə də mühüm bir hadisə kimi qarşılamaya bilərik. Ki, məsələn, bu günləri İrəvan torpaqları zaten bizim əlimizdə deyil. Oranın qazılığı təsis olunur, bərpa olunur əslində. Yəni, zaman-zamanda olub. Böyük də alimlər, şeyxlər, böyük alimlər olub. İrəvan məktəbi daim İslam dininə böyük töhfələr vermiş, böyük Nəcəf alimləri yetişdirmiş bir məmləkət olub. Bugün də Nəcəf şəhərinin özündə də İrəvani ləqəbi ilə böyük üləmalarımız var və 2 dənə Nəcəfdə böyük Azərbaycan mədrəsəsi var ki, biri Badukubeylər mədrəsəsidir, yeniliklə o təmir olundu və istifadəyə verildi. Biri də İrəvanilər mədrəsəsi olub. Yenidən bu şey təsis olunması və yəni o qaziliyin orada yaradılması, qazının təyin olunması, bu onun göstəricisi ki, ora bizim torpaqlarımızdır. Biz elə orada iddialıyıq ki, ora müsəlman torpaqları olub, müsəlmanlar yaşayıb və inşallah ki, bir gündə bunlar tam şəkildə əlbəttə öz həllini tapacaq. Allahın verək izzətinə, cəlalına, əzəmətinə Allah mütəal müstəqilliyimizi, xalqımızın müstəqilliyini əbədi qərar versin inşallah.